xanım yazmışdı sosial şəbəkədə ki, ərimin yanına qayıtmaq istəyirəm, gəl məni qaçır. Təhsilin bəli, azınacaqlı durumu var. Quru-quru təhsili yeridirik şagirdin beyninə, sanki bir robot böyüdür. Oxuyublar, təhsil alıblar, diplomu da var. Mənim fikrimcə iş sistemi də düzgün deyil. Şeytanın özünə belə havayı cəhənnəm vermirlər. O cəhənnəmi qazanmaqdan ötürü böyük zəhmət çəkməlidir. Həyat özü bir müəllimdir, amma çox baha öyrədir. Atam belə övladı mənə verəndə, mən bir əlimi boş buraxdım, uşaq düşdü yerə. Oğlanın qəşəng imkanı olsun, ana atacaq, get bala, nə deyirsən? Belə yiyəcəklər ki, sakit ol. Kasıbını sevməyə ailə qurmağa haqqı yoxdur. Bir nəfər mənə demişdi, deyir ki, mənim səndən xoşum gəlir. Yəni, səbəb yaranmalı. Qadın xeylağı. Qadın yox, kişi. Amma indikilər mən deyərdim ki, gördüyüm qədər elə öyrətmir. Gedib kiməsə zəhərər vurmağı öyrət. Müstəqil fikirləşməkdən ötürü müəyyən eləməliyəm ki, mən nəyi düşünürəm. Bir insanın kitaba marağı yoxdursa, sən nə qədər gözəl kitab yazırsan yaz, vallahi açıb üzündə baxmayacaq.